ilgili bir şey bilirsen, Iğdır şehriyle ilgili ne bilirsen, Ağrı Dağı'nın sabit. Bunu Ağrı Dağı'ndan ben Yahya Kemal sağ onu bizim bir İnce Mehmet romanında İlanda çıktı. O yazısının adı neydi? Adı da Ağrı Dağı romanı vardı. Yaşar Kemal. Yaşar Kemal. Bunların o barədə mən çox deyə bilməm. Ama evde bize demək olar şərq bizim uyğun Türk, Azərbaycana yaxın. Bunlar bir millətlər oldu. Nəhayət. Sınırlardan əvvəl. Azərbaycan Oğuz Türkçəsini danışırlar da indi hələ də. Bunlar bir çox torpaq burada belə Azərbaycan dilində, bir dildə danışarıq. Seyfəddin Altaylı var onun. Evet. Demək olar Azərbaycan şünasıdır orada. Onu da tanıyıram. Bunları o tədqiqat aparıb bu barədə. O ya Qars şəhəri. Bunlar hamısı demək olar bir zaman bilmədən. Qars, Ağdağan, evet. Əski Ağqoyunlu, Qaraqoyunlu dövlətinin şəhərləridir. Bir de Yusuf Gedikli dediniz. Yusuf Gedikli de Trabzonludur. Benim eşim de hanımım da Trabzonludur aslında. Trabzon'un Akşabat Kuruçam köyündendir bildiğim kadarıyla Yusuf Gedikli. Orada da Azerbaycan Türklerinin, Tiflis Azerbaycan Türklerinin yaşadığı bilinir. Olsun Trabzon'un özü de bizim Təbriz'in önemli tarihte dost şehirlerinden biridir. Aynı Erzurum gibi. Aslında mən o Nazım Hikmətin sözündən desəm, dedi yurtuna Uzaq Asiyadan gəlibdir, Orta Asya'dan. Asil Türklərin demək olar çox hissəsi orada olubdur. Uyğurlardan tutub, sonraca o belə mən demək olar Səlcuq dövrəsində, o dövrələrində çox o zaman gedib xərb. Sizin ləhcəz biraz Avrupa'ya yaxın, yumuşaq oldu. Halbuki nədir bu yana, məsələn, gəldikcə kəlmələr biraz demək olar o yumuşaqlaşıb, biraz da silinir. Abla bir şey söyleyeyim. Bizim gələn gəlgən deyirlər.